Hələ-hələ soruşurlar, ədalət nədir? Ədalət hər şeyi yerinə qoymaqdır. Yəni, qəşəng cavab verir. Hər şeyi yerinə qoymaq ədalətdir. İnsanlar ədalətlə davranır. Amma bəzi məsələlərdə deyir ki, və belə valideyn ehsanı, valideynimizlə, amma rəhmətlə, ehsanla davranır. Niyə? Ədalət belədir ki, başqalarına ədalətlə davranırsan, deyirsən, bu əyridir, bu düzdür, sən səhvsən, mən düzəm, mən səhvəm, bağışla, bu cürlə. Ata ilə, ana ilə səhvdiz axtararlar, prov olar ata ilə, ana ilə. Sənə hər halda düzsən də. O ilə deyir, ehsanla davran. Və belə valideyn ehsanı. Və həmçinin də başqa insanlarla Allah rəhmətə çağırır, təbii, amma ədalət odur ki, zülm eləmə. Heç kəsin haqqına gelmə, ədalət bu. Mən zülm eləmədim, 2 manata satırdım, 2 manata da aldım. Nahaq bir şey olmasın.